bizim Milli Ensiklopediya Merkezi 2 ciltte nəzərdə tutduğumuz Heydər Əliyev Ensiklopediyasını artıq başa çatdırmaq üzəridir. Ümid ederim ki, biz ilin sonuna kadar bu unikal nəşri də tamamlayıb çap edib ictimaiyyətə çatdıra biləcəyik. Hər bir insanın bir kiçik ömrü var. 60, 70, 80, 90 bəziləri 100'e kadar ancak yaşayabilir. Onda bir hissəsi bunun uşaqlıq devridir, bir hissəsi yuxudur, son hissəsi də gəlir düşür yaşlı devrinə. O vaxtda insan sadece yaşamaq için mübarizə aparır. İşte dostum, yani o dövr, yani Heydər Əliyev o şey, yani artık hem de təsəvvür edin, Heydər Əliyev ona göre yorulmuşdu, istirahət eləmək istəyirdi, hakimiyyət ona göre gəlmək istəyirdi Heydər Əliyev. Yoksa ay bu falan, hatta indi mən sizə bir alimlərlə, bizim yazıçılarla, şairlərlə görüş səhnəsi var. Orada bu o barədə danışır. Yani Qarabağın problemləri ilə bağlı və yani bu Heydər Əliyev sadece olarak milləti hazırlayırdı ki, Qarabağı versin ermənilərə, canını qutarsın, rahat işində olsun. Yani o nöqteyi nəzərdən, məsələn, deyək ki, bunu hazırlayırdı. Şimdi bu İsa Həbibbəyli, deyək ki, Rafail, deyək ki, Əhliman və böyük bir kollektiv çox maraqlıdır. Çox ki, bu adamlar bu 2 ciltlik, deyək ki, Heydər Əliyev ensiklopediyasında nə yazıblar, nələr uydurublar. Məsələn, deyək ki, hətta mən sizə deyim də, Heydər Əliyevin tualete gedib gəlməyini də mən üzr istəyirəm, yazsan da yenə o boyda alınmaz. İndi baxın, görün, bu Heydər Əliyevin özünün uydurduğu bu yalancı, deyək ki, bu terrorlar falan, yəni buna hazırlanan suyu-qəstlər falanlar. İndi yəqin, məsələn, deyək ki, bu Ziya Bünyadovun da, deyək ki, bu Əfiyyəddin Cəlilovun da ümumiyyətlə güllə rəhdirdiyi adamların hamısının yəqin ki, o şeylərin haqqında böyük bir ensiklopediya yaradıblar ki, güya Heydər Əliyev buradan ağır. Çox maraqlıdır, çıxsın, baxaq, görək. Düzünü deyim ki, inanın mənə, baxın, elə heyrətə gəldim, elə təəccübləndim ki, bu yaxınlarda kimsə deyirdi ki, İlham Əliyevin 117 cildlik nə işli kitabı çıxıb, yəni 104 mü, yoxsa 117 mi? Prosto təəccüb elədim. Deməli, yəni, İlhamın ağzından nə çıxır, yəni, nə bir yazıb verdilər, oxuyur, onu da həmən götürüb kitabçı halında nəfs şəkildə çap edirlər. Amma baxın, bizim ölkəmizdə dostlar, bu saat institutlarda, universitetlərdə Azərbaycan dilində vəsait çatışmır. Müəllimlər bilirsiniz nə edir? Müəllimlər oradan buradan deyək ki, alimlərin yazılarını müəyyən məsələdə tərcümə eləyir və gətirir uşaqlara dərs keçirir. Məsələn, deyək ki, bizim zamanımızda da elə 80-ci illərdə də belə idi. Və mən o nöqteyi nəzərdən inanın, məsələn, indi bu Türk dillərinin məsələsi ilə bağlı deyək ki, o söhbət gedəndə mən həmişə razılaşmışam ki, bizim dilimizlə Türk dili, təsəvvür edin, eyni dil olurlar. Yəni, sadəcə olaraq biz deyək ki, neçənci ildən sonra 1800, deyək ki, 19-cu əsrin əvvəllərindəki bizi Arazla ayırdılar və biz Rus təsiri altına düşdük. Və ondan sonra sadəcə olaraq bizim həmən o ədəbiyyatımızı da, dilimizi də, müəyyən qrammatikamızı da bunlar istiqamətləndiriblər. Baxın, elementar bir şey deyim, hətta bugün seriallarda da, yəni deməkdən yorulmuşuq. Müəllimə müəllimə deyirlər. Qadın müəlliməsinə müəllimə deyirlər. Deməkdən yorulmuşuq, yazmaqdan falandan, amma dəxli yoxdur. Yəni artıq bunlar qəbul edib bizə sırmağa çalışırlar və Rus dilindən bizə keçən sözlər, Rus dilində söz yoxdur ki, bizə keçdi. Sadəcə olaraq həmən bu variant, təsəvvür edin, sırf Türk adları, mən ərəbləri deyirəm, Türk adları. Türk adlarını seçin, baxın. Onun arxasına əlavə eləməklə oğlan adına, kişi adına çevirmək mümkün deyil. Bugün biz baxın, görün nə gündəyik kişilər. Biz, məsələn, deyək ki, Rövşənin axırına bir əlavə eləmişik, deyək ki, eləmişik Rövşanə, deyək ki,
Rəşidin axırına bir əlayəmiş olub Rəşidə. Necə ki, Ruslarda Aleksandra. Yəni, bu variant artıq bizim qanımızdadır və bunu çalışırlar bizə yedirtməyə. Və televiziyalarda, kanallarda, falanlarda, hər yerdə söhbət bundan gedir.